Aysa, bax, sən demək istəyirsən ki, mən bugün işləməmişəm. Cümləni düzgün deməyin üçün və 90% əmin olmağın üçün ki, düz demişəm, birinci sən nəyə baxmalısan? Söhbət fe'llərdən gedir, cümlədə fe'l var. Deməli, mən avtomatik cümləni demədən, tərcümə etmədən öncə mən özümə əsas sual verməliyəm ki, fe'llərdən söhbət gedirsə, bu cümləm hansı zamandadır? Fikirləşirəm ki, mən bugün işləməmişəm demək istəyirəmsə, deməli mənim cümləm aydın məsələdir ki, Azərbaycan dilində keçmiş zamandadırsa, rus dilində də keçmiş zamanda olacaq. Başqa olası deyil. Və ikinci özümə sual verirəm ki, fe'l keçmiş zamanda hansı şəkilçilər qəbul edir? L-dır, la-dır, bir də li-dir. Düzdürmü? Söhbət burada bir nəfərdən gedir. Məndən gedir. Mən qadınam, qızam. Deməli, bu fe'lin sonuna mən la şəkilçisi gətirməliyim. Çünki l kişilərə aiddir. Yəqin ki, öncəki kursda bunu izah ediblər. Düzdürmü? Etməyiblər. Deməli, mən qadınam, özümlə danışıram ki, mən bugün işləməmişəm. La şəkilçisi gətirəcəm. Aha, bu məlumatı qoydum beynimdə kənara. Keçirik növbətiyə. Keçmiş zamanda olduğuna görə bu məlumatı qoyuram kənara. İkinci özümə sual verirəm. İşləmək nə deməkdir rus dilində? Работать. Düzdürmü? Sonu nə ilə bitdi? T mərkəz znakla. 99% fe'llər hansı ki T mərkəz znakla bitir, fe'ldir. Və keçmiş zamanda olanda istəyir indiki zamanda da olsun. Fərq eləmir. Bunu gələcəkdə daha ətraflı sənə izah edəcəm. Keçmiş zamandan danışıramsa, la şəkilçisini mən lüboy şəkilçisini, təkcə lanı yox. Lüboy şəkilçisini T mərkəz znakın yerinə gətirməliyəm. Düzdürmü? Deməli, работать gözümün qabağına gətirirəm. Работать T mərkəz znakla bitdi. Aha, mən özümlə danışıram. Deməli, dediyim kimi la şəkilçisi gətirəcəm və T mərkəz znakın yerinə gətirəcəm. Düzdür? T mərkəz znakı yox edirəm, yerinə la gətirirəm. Nə olacaq burada? Hansı fe'l necə səslənəcək? Rabotala. Çünki sözün özü rabotachdır. T mərkəz znak. Düzdürmü? T mərkəz znakın yerinə la gətirdim. Deməli, rabotala. Özümdən danışıram. Düzdür?